Herkese salam. Mənim kanalımın çox dəyərli izləyiciləri. Bugün sizin üçün əsl bayram abu-havalı yeni bir vlog hazırlamışam. Əvvəlcə ənənəmizə sadiq qalaraq hər il Novruzda olduğu kimi bu Novruzda da biz bazara yollandıq və ev üçün lazım olan ərzaqları aldıq. Paxlava bişirəcəyik, közdə Gəncə paxlavası. Daha sonra isə paxlava festivalına qatılacağıq bugün. Həm də çərşənbədir, axşam çərşənbəni qeyd edəcəyik. Çox maraqlı, bir-birində rəngarəng kadrlar sizi gözləyir. Ona görə baxmağı hər birinizə tövsiyə edirəm. Bazarda belə bir gül mağazası var. Mütləq hər dəfə gələndə bura baş çəkirik. Videolarımda yəqin ki görmüsünüz dəfələrlə. Yoldaşım gülləri hədsiz çox sevir. Evimizdə çoxlu gül çeşidləri var və qızım həmişə deyir ki, güllər atanındır, balıqlar mamanındır, pişiklər isə mənimdir. Belə bir bölüşdürmə eləmişik aramızda. İndi onun dili ilə desək, burada gəlmişik, atası gül istəyirdi, torpaq götürdü, belə bir alış-verişlər etdik. Burada isə aldıqlarımızı maşına yerləşdiririk. İndi isə yollanırıq paxlava festivalına. Bazarda çoxlu gəzmişdik və çox yorulduğumu hiss edirdim, həm də acmışdım. Mənim qətiyyən acılığa dözümüm yoxdur. Ona görə yol üstü yemək üçün özümə belə bir xaçapuri götürdüm. Qızıma da, yoldaşım isə oruç tutmuşdu və onun yanında bir təhər tez yedik. O ısrarla deyirdi ki, narahat olmayın, amma yenə də mən narahat olurdum onun yanında yemək yeməyə və gəldik bu gözəl bəzədilmiş paxlava festivalına. Bu onun giriş hissəsidir. Festival Gəncə Dünya Məktəbində keçirilirdi. Həqiqətən çox möhtəşəm idi. İndi irəliləyən kadrlarda özünüzdə görəcəksiniz. Əvvəlcə festivalda qarşımıza çıxan tanışlarımızla görüşürdük. Onlarla bayramlaşırdıq bu xoş gündə. Daha sonra isə bir-bir yaxınlaşıb bütün stendləri gəzməyə qərarı aldıq. Tədbir çox maraqlı idi. Musiqili proqram təşkil olunmuşdu. Səhnədə biri-birindən gözəl mahnılar, rəqslər ifa edirdi uşaqlar. Çox əyləncəli və maraqlı idi. Uşaqlar da maşallah çox istedadlı idilər. Novruzun əsas personajları da burada var idi. Kosa, keçəl, paxlava formasında geyinilmiş uşaqlar. Çox maraqlı idi. Ümumiyyətlə mən çox bəyəndim. Belə bir-bir yaxınlaşırıq, hər bir stola baxırıq. Burada həm satışı keçirilir bəzi məhsulların, həm də burada nəsə bir məşğələlər də var. Məsələn, qızım burada rəngləmə etmək istədi. Belə gözəl bir güşə var idi. Burada fiqurlar var idi və uşaqlar əyləşirdilər, həmin fiqurları rəngləyirdilər. Elə mənim qızım da kirpi seçdi özü üçün. Əvvəlcə şəkərbura paxlava götürmüşdük. Daha sonra kirpini gördü və qaytardı. Belə bir kirpi götürdü. Həm də qələm qabıdır. İndi əyləşib onu rəngləyir. Biz isə onu gözləyirik ki, rəngləsin. Daha sonra gedək digər yerlərdə gəzək. Və belə rənglədi, qutardı və biz davam edirik. Kitab da aldıq. Neçə vaxt idi ona deyirdim ki, sənin üçün yeni kitab alacağım. Çünki bütün nağıl kitablarını artıq oxumuşduq. Mən oxumağa başlayan kimi axşam özü deyirdi ki, onu bilirəm, fərqlisini oxu. Ona görə kitab da aldıq onun üçün. Daha sonra şəkərbura paxlava götürdük. Belə bütün stendləri gəzdik maraqla. Qızım kokteyl istədi. Onu da aldıq və belə gəzdik. Ümumiyyətlə bu festivalda evə gələndən sonra hesabladım ki, 50 manat xərcimiz çıxdı xırda nələrsə almağa. Burada isə möhtəşəm, gözəl bir ocaq yandırılmışdı, bayram tonqalı. Onun ətrafında rəqs edirdilər. Belə biz də izlədik və sonda evimizə gələndə paxlava da aldıq. Ancaq biz Gəncə paxlavası deyil də bu paxlavadan, Quba paxlavasından aldıq. Quba paxlavasını düzü ilk dəfə eşidirdim. Ona görə maraqlı gəldi bizə və götürdük. Bildirdi ki, Quba paxlavası Şəki paxlavasına oxşuyur, amma fərqli cəhətləri var ki, biz ədviyyat istifadə etmirik, qatları daha hündürdür. Biz də cəlb etdik, götürmək istədik və 5 ədəd paxlava qoyulmuşdu, 8 manat ödəniş etdik. Evdə indi dadına baxacaq, görək necədir. İndi isə artıq evdəyik və mən aldıqlarımı sizə göstərmək istəyirəm. Baxaq görək nələr var. Burada ilk olaraq bu yuxadır. Yuxa almışıq axşam iftar üçün. Belə 2 ədəd. Çünki bugün kabab sifariş vermişik. Yemək hazırlamamışam. Ona görə yuxa aldıq ki, yuxa ilə daha yaxşı gedir və su burada görürsünüz. Daha sonra baxaq görək nələr var. Bu bizim səmənimizdir. Səmənini biz ilk çərşənbədən almışıq, ancaq o saralmışdı, ona görə bayrama yenisini almaq istədik. Belə bir səməni götürmüşük, 1 manat idi.
bazarda. Daha sonra baxaq nə var? Hə, bu isə bol-bol qoz fındıqdır. Bayram şirniyyatları etmək üçün. Bunu süfrəyə qoymaq üçün almışam. Belə fındıq, kişmişlər hər iki növ və baxaq qoz. Burada isə qozdur. Bunlar süfrə üçündür. Bu isə badamdır. Paxlavanın üzərini bəzəmək üçün götürmüşəm. Onda daha yaxşı səliqəli görünür. Bu isə təmizlənmiş qozdur. 20 manat almışam kilosunu. Və burada 2 kiloqramdır. 2 bağlamadır. Birini isə qonşumuz üçün almışam. Məndən xahiş etmişdi ki, mənim üçün də alarsan. O da mənə paxlava bişirməyə kömək edəcək və birlikdə paxlava bişirəcəyik hər ikimiz. Burada isə qızım üçün belə bir kalqot almışam. İsrarla deyir ki, mənimkini də göstərməm, amma ona görə göstərirəm. Və yenə bu da onun bağlaması olmalıdır. Onun üçün xırda festivaldan aldıqlarımızdır. Bu isə paxlavadır, Quba paxlavası. Mən dadını çox da bəyənmədim. Şəki paxlavasına oxşuyur. Demək olar ki, onun kimi dadır. Sadəcə şəki paxlavasına fərqli olaraq burada ədviyyatlardan istifadə olunmuyor və qatı daha hündürdür. Şəki paxlavası biraz bunun qədər qatları hündür olmur, hündürlüyür. Bu isə qızımın rənglədiyi həmin o kirpidir. Ən az yarım saat gözlədik ki, rəngləsin. Amma çox şirin alınıb, çox bəyəndim. Eyni zamanda söylədim sizə, qələm yığmaq üçün yuxarı hissəsində yer var və ora qələmlər yığılır. Tripodda çəkilişə özü nəzarət edir deyə ona görə mütləq onun da aldıqlarını göstərmək məcburiyyətindəyəm. Festivaldan aldığı belə özü üçün kiçik hədiyyələrdir. Popcorn, kitab, rənglədiyi kirpi, belə hər birini isə yaxından göstərməyimi xahiş edir. Mən də onun xahişini yerə salmıram, bütün dediklərini yerinə yetirirəm. Bunu isə alıb quruyan plastirindir. Nəsə düzəldir, daha sonra isə o quruyur. Və elə yeri gəlmişkən ondan çox gözəl figurlar hazırlayıb. Bu dəfə vlogumda sizlər üçün də çəkəcəm. Burada isə dipçək almışıq. Güllərimizdən birini 8 martda yoldaşım mənim üçün gül almışdı. Onun dipçəyini dəyişəcəyik. Bu isə kiçik bel dırmıqdır. Güllərin dibində təmizlik işləri görmək üçün özünə alıb ki, istifadə etsin. Belə, bu da bizim aldıqlarımız. Və deyir ki, ana kokteylimi də göstər. Onu da göstərirəm. İndi isə yığışdırım hər şeyi. Biz paxlava bişirməliyik. Keçək paxlava hazırlamağa. Dostlar, kanalımda paxlava bişirdiyim geniş bir video var və orada detallı şəkildə hər şeyi izah etmişəm. İstəsəz keçid edib oradan baxa bilərsiniz. Burada isə qısa kadrlar göstərirəm. Belə közdə bişirmişik. Üstü belə par-par parıldayan, çox ləzzətli, dadlı paxlavalarımız alındı. İstəsəniz bizim istifadə etdiyimiz reseptlər siz də hazırlaya bilərsiniz və bilin ki, çox dadlı, ləzzətli, əsl Gəncə paxlavası alınacaq. Burada isə mənim sevimli şagirdlərim gəlib, onlarla birlikdə bayramı qeyd edirik. Onlara kiçik şirniyyat süfrəsi hazırladım və birlikdə əyləşdik. Mən onlara Novruzadə ənənələri haqqında, milli bayramımız haqqında məlumatlar verdim və belə şirniyyatlarımızı yedik. Daha sonra isə dərsimizə keçid etdik. Yəqin siz də mənimlə razı olarsınız ki, bayramda ən çox sevinən uşaqlar olur. Bugün onlarla söhbət edirəm. Hər biri inanırsınız o qədər safdır, o qədər həvəslidirlər bayrama. Onları görürəm və onların ürəyindəki o sevinci hiss edirəm və arzu edirəm ki, dünyadakı bütün uşaqlar həmişə belə sevinsinlər, həmişə bayramları qeyd etsinlər. Allah onlara hər daim gözəl günlər yaşamağı qismət etsin. Bu balaca şirinlər həm də çox ağıllıdırlar, çox savadlıdırlar və mən inanıram ki, belə ağıllı şirinlər sayəsində bizim gələcəyimiz çox parlaq olacaq. Biz çox gözəl bir sağlam mühitdə yaşayacağıq. Burada isə artıq dərsimiz də yekunlaşır. Ümumilikdə dərsimiz 1 saat yarım davam edir. Uşaqların hər birini yola salıram, valideynləri gəlir götürür və daha sonra biz qızımla keçirik öz bayram süfrəmizi hazırlamağa. Qızım da bayrama özəl olaraq xüsusi geyinib, öz gözəl qırmızı libasını, başında da milli papağını və süfrəmizi hazırlayırıq. Yeməyə də aş bişirmişəm. Yeməyimizi yeyirik. Daha sonra gedirik həyətə. Tonqalımızı yandırıb ilaxır çərşənbəmizi qeyd etməyə. Əziz izləyicilərim, sizi ürəkdən Novruz bayramı və Ramazan bayramı münasibətilə təbrik edirəm. Evinizdən bərəkət, qəlbinizdən sevgi, süfrənizdən bolluq əskik olmasın.
Hər gününüz ümidlə, hər anınız xoşbəxtliklə dolu olsun. Allah tutduğunuz oruçları, etdiyiniz duaları qəbul etsin. Bu bayramlar sizə və ailənizə sağlamlıq, huzur və sevinç gətirsin. Yaxşı ki varsınız. Bayramınız mübarək.